Var 6-cı sual. Baxaq. Fransa krallığının qeyd edilmiş dövrlərinə aid doğru variantı müəyyənləşdirin. 13-cü əsr. Şəhərlər kral hakimiyyətini müdafiə edirdi. Hələ ki A variantını götürək. Ümumiyyətlə Fransa krallığı ifadəsini 843-dən 1792-yə qədər darta bilərik. Biz bilirik ki, şəhərlər müdafiə edirlər kral hakimiyyətini və kral da bundan istifadə edib birləşdirmə siyasəti yeritməyə başlayır 12-ci əsrdən. Flandriya kral hakimiyyətinə tabe edildi. Ümumiyyətlə Flandriya təəssüflər olsun ki, belə deyək, 4-cü Gözəl Filip baxımından birləşdirilə bilmir. Nəzərə alsaq ki, 4-cü Gözəl Filipin hakimiyyət illəri 1285-1314-dür. Buna nail ola bilmirsə Gözəl Filip, bu 15-ci əsrdə başa çatacaq. Paris siyasi mərkəzə çevrilib olsun. Şimalın siyasi mərkəzə çevrilib. Hələ ki gedək, sonra baxarıq. 14-cü əsr. Ölkənin böyük hissəsi İngiltərənin işğalı altında olması. Əslində 14-cü əsrdə çox yerə azad etmişdi. Bu bir dənə qalsın, hələ ki bunu ləğv eləyək. Amma 100 illik müharibənin gedişində də ola bilər ki, bu davam eləsin. A variantı hələ ki qalsın, saxlayıram ümumiyyətlə onu. Roma papasıyla mübarizə aparılması. Bəli, bu mübarizə təbii ki bilirik ki, 4-cü Gözəl Filipin fonunda var. 1302-ci ildə Orleanın İngilislər tərəfindən mühasirəyə alınması bu 15-ci əsrdə bu çıxacaq. 15-ci əsr Jaklar üsyan atılması bu da 14-cü əsrdə səhvdir. 11-ci Ludovikin hakimiyyətdə olması 1461-1483 olsun. Biz bunu götürək. Kale limanının ticarət mərkəzinə çevrilməsi. Kale limanının ticarət mərkəzinə çevrilməsi biraz düzgün deyil. Həm biz belə bir cümlə işləmirik, həm də Kale limanı İngiltərənin əlində qalır. İngiltərə onu işğal etmişdi deyə İngiltərədə qalır. Ona görə də bu variant da bizə yararsız olacaq. 3-də B variantının olduğu A, D, Y deməli çıxdaşla tapaq da. Məsələn, buradan B-ni çıxardaq. Buradan C-ni çıxardaq. Qaldıq bu variantda. Aha. 2C variantında çıxardaq. 1AB, 2B, 3B, 1A, 2AB, 3B. Aha. Şəhərlər kral hakimiyyətini müdafiə edirlər. A düzdür. Flandriya kral hakimiyyətinə tabe edilmişdir. Bunu da çıxardaq. Yeganə variant Y variantı qalır. Y variantında onda nə deyir? 1-ə A deyir. 2-yə tutaq ki AB-ni deyir. Yaxşı. 14-cü əsrin əvvəllərində Fransa çox ərazisini azad etmişdi, amma nəzərə alsaq ki 100 illik müharibədə Kresi və Platiya döyüşündən sonra İngiltərə yenidən gücləndirir. Yaxşı, 1-ə A, 2-yə AB, 3-ə B. Onda birinci serisinə təzədən qayıtmaq lazımdır. Paris siyasi mərkəzə çevrildi. Onda yəqin ki, Parisin siyasi mərkəzə çevrilməsini ümumi fonda götürməyiblər. Çünki həm də belə bir cümlə getməlidir kitabda ki, Paris şimali Fransanın iqtisadi mərkəzinə çevrildi. Yəqin ki, burada siyasi sözündə bizə vurmağa çalışıblar. Ona görə də bunu da siləndən sonra yeganə variant kimi Y variantı qalır. Bax belə.